Bakı səhəri qarşılayır. İş vaxtı yaxınlaşır. Şəhər ahəngini dəyişir. Zəhmətlə, hünərlə ömür sürmüş qocamanlara şəhərimizdə böyük qayğı göstərilir. Bədən tərbiyəsi, hava vannaları, dəniz gəzintisi, şəhərimizin sağlamlıq zonası vətənimizdən çox uzaqlarda belə şöhrət qazanmışdır. Azərbaycan elmlər arıdır. Onları Azəri xalqının qəhrəmanlıqla dolu qədim tarixi, yüksək mədəniyyəti, günbəgün gözəlləşən paytaxtının yaraşıqlı, görməli yerləri cəlb edir. Belə yerlər çoxdur. Hər küçə, hər xiyaban gözəllik timsalıdır. Bu səliqə, bu təmizlik, bu yaşıllıq Bakının qayıqkeş sakinlərinin əli ilə yaranmışdır. Keçmişlərdə Bakı dar küçələri, alçaq evləri ilə məşhur olan içəri şəhərdən ibarət idi. Nizami Muzeyi, Azərbaycan ədəbiyyatı klassiklərinin heykəlləri, Füzuli, Vaqif, Mirzə Fətəli Axundov, Natəvan, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı. Azərbaycanda müasir opera sənətinin banisi, dahi bəstəkarımız, gözəl insan Üzeyir Hacıbəyov.